Uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bu videonu kimlər ki, dərsə qoşulmamışdı, yəni gəlməmişdi və yaxud kim anlamayıb, onlar üçün çəkirəm. 38 sadə sualda onun izahını vermirəm. Daha əvvəl demişdik, hansılar safdır? Biz deyirik ki, əgər vergüllə mötərizə arasında, uşaqlar fikir verin ora, əgər vergüllə mötərizə arasında heç bir ədəd yoxdursa, bu olacaq saf. Əgər vergüllə, baxın, mötərizə arasında rəqəm varsa, olacaq qarışıq, aydındır. 39-dan başlayıb izahını verirəm. Mən sizə keçən dərs demişdim. Bax, deyirdim ki, uşaqlar, əgər heç bu misala baxmaksızın 1-dən 4-də 1-i çıxsam, uşaqlar neçə eləyər? Demişdik onu. Sanki 4-dən 1-i çıxırsınız, eləyəcək 4-də 3. Belə yadda saxlayın demişdim. Və yaxud 1 üzərinə gəlsin 4-də 1, eləyəcək sanki 4-lə 1-i toplayırsınız 4-də 5. Bura qədər aydındır. Yəni, bunları bu formada yadda saxlayın. Daha sonra keçirik. Keçirik bunların izahına. Bax, birinci sualın izahını verəcəm sizə. 1 çıxılsın 2-də 1 nə deməkdir? Uşaqlar, 2-dən 1 vuraq. 1 çıxılsın 3-də 1, 3-də 2 vuraq. 1 çıxılsın 4-də 1, 4-də 3 vuraq. 5-də 4. Bu 2 ilə bu 2, 3 ilə 3, 4 ilə 4. Baxın, diagonal formasında getdi ixtisar. Məxrəcdə qalacaq 5, sürətdə qalacaq 1. Cavab oldu 5-də 1. Gördünüzmü nə gözəldir? 1-dir, 2-də ilə bu formadadır, 3-də ilə bu formadadır, yazırsınız. Və 4-ə baxırsınız uşaqlar. Baxın, 4 nömrəli tapşırıq. Kim yazmayıb qeyd eləsin, dərsdə soruşacağım görüm, yazmısınızmı, yoxsa yazmamısınızmı? 1 ilə 2-də 1-i toplayanda uşaqlar, bayaq dedim necə olacaq uşaqlar? Sanki sürətlə məxrəci toplayırsınız. 2-də 3, düzdürmü? Vuraq. 3-də 4, 1 ilə 4-də 1-i toplayanda eləcək uşaqlar necə? 4-dən 5. Vuraq. Burada uşaqlar bölmə səhv düşüb, vurma deməkdir o. 50-də 51 olacaq. İndi baxırsınız ki, görün yenə nə formada gedir. Baxın, bu formada ixtisar gedir. Buradakı nöqtələr nəyə göstərir? Bu nöqtələrin arasında aşağıda bir 5 var. Bu 5 ilə bu 5 gedir. Bu 50 ilə dəki nöqtələrin arasında bir 50 var, o gedir. Yəni, nöqtələri atsam gedəcək. Getməyən, yəni sürətdə qalacaq 51, məxrəcdə qalacaq 2. Bu da eləyəcək 25,5. Aydındır. Baxın, sizin üçün, məsələn, 8 nömrəli tapşırığı da eləyə bilərəm. Baxın, diqqətlə. 8 nömrəli tapşırığa diqqətlə qulaq assanız başa düşəcəksiniz. Başa düşmədinizsə, əgər videonu təkrar izləyin. Təkrar izləyin, ta ki anlayana kimi, aydındır. 1-dən 3-də 1 çıxanda eləyəcək 3-dən 2. Vuraq. 1 ilə 4-də 1 toplayanda 4-də 5. Vuraq. 5-də 4. Görürsünüz. 1 ilə 6-da 1 toplayanda 6-da 7. Vuraq. Bu belə gedir uşaqlar. Düzdürmü? Sonra istəyirsinizsə birin artığını da yazaq. Baxın, sizin üçün də sizə kömək olmaq məqsədindən deyirəm ha. Birin artıqını da yazaram. Bir üstə gəlsin 6-da, bir onun yerinə yaza bilərəm. Təsəvvür edin. Çünki bir dəfə çıxıb, bir dəfə toplayıb. Toplayıbsa 1 çıxılsın 7-də 1 olacaq. Gördünüz? Yəni, bu da mənə verəcək neçəni? 7-də 6-nı. Nöqtə. Sonuncusu nədir burada? 1 plus 10-da 1-dir. Deməli, bundan öncə çıxma olub. Yəni, bundan öncə 1 çıxılsın 9-da 1 olub. Sonra gəlib 1 plus 10-da 1. Onda olacaq, uşaqlar, buraya yazaram mən 9-da 8 vurulsun. Neçə olacaq? 10-da 11. İndi baxırsınız bunların getmək formasına. Baxın, bu 4 ilə bu 4, bu 5 ilə bu 5 gedir. Bu 6 ilə bu 6, bu 7 ilə bu 7 gedir. Bu 9 da burada bir yerdə, 8 də burada bir yerdə gedəcək. Getməyənlər, bax, qalıb burada tək nə? 3-dən 2, burada tək qalıb 10-da 11. İvsiyo, 2 ilə 10 gedir, burada qalacaq 5, eləyəcək 15-də 11. Kimə aydın olmadısa uşaqlar, yenə deyirəm, təkrar izləsin, baxsın. Bir dəfə mən izləyim, aha, adı oldu izlədiyim. Ancaq ki, mən başa düşmədim. Yox, o qəbul edilməzdir. Baxırsınız, yazırsınız. Təzdən fırlayıb yenə baxırsınız. Aydındır. Sonra keçirik.
40-cı suala. Bax, sadə bir sualdır. Harda belə suallar görürsəz, bunların həll yolu rahatdır. Baxın uşaqlar. Bax, kəsrin birinci kəsrin məxrəcindəki birinci ədəd 3-ü vurursunuz. Sonuncu kəsrin məxrəcindəki sonuncu ədədi 11-ə. O da niyə görə elədi? Fikir verin, müəyyən bir qanuna uyğunluq var. Baxın, 3 vur 5, üzərinə gəlsin 5 vur 7, üzərinə gəlsin 7 vur 9, üzərinə gəlsin 9 vur 11. Müəyyən bir qanuna uyğunluq necədir? Baxın, 2 artıb, görürsünüzmü? Plus 2 ilə arta gedib bu uşaqlar. Ona görə də belə olanlar çox xüsusi qayda var. Deyir ki, birinci 3'ü götürürsən, buradan 11'i götürürsən, 1, 2, 3, 4. Neçə dənə 1 var orada? 4 dənə. 1 vurulsun 4. Olacaq 33'də 4. Rahatdır, hə uşaqlar? Vallahi rahatdır. Prosto ki, mənim qələmim qəşəng deyil. Qələmi bəyənmirəm. Bir ki, bunu rengin yazsın. Bir tık kaldırım. Görüm necə yazacaq. Ay, nə qalın oldu bu. Biraz azaldım. Sonra baxın, lap istəyirsinizsə üçüncüsünü də yazım sizin üçün. Deməli, baxın, 3 bölək 2 vur 3. Üzərinə gəlsin, ay bu qəşəng yazır. 3 vur 4. Üzərinə gəlsin 4 vur 5. Sonra üzərinə gəlsin 5 vur 6. Görürsünüzmü? Müəyyən bir qanuna uyğunluqla hərəkət edir. Üzərinə gəlsin 3 bölünsün. Nə qaldı burada? 6 vur 7. Bərabərdir. İndi nə edirsiniz uşaqlar? Yenə baxın, görürsünüzmü? Məxrəcdəki ədədlər plus 1-dən arta gedib. Görürsünüz? Yenə mən buradan seçəcəm. Bax, bu 2-ni, bu 7-ni. Kəsr xətti çəkirəm. 2 vurulsun 7. Aydındır. İndi sürətdə də baxırsınız ki, neçə dənə 3 var? 5 dənə. 3 vur 5. Bu da olacaq 14'də 15. Yəni 1 tam 14'də 1. Aydındır. Çox gözəl. Çox rahat. Baxın 5'də 5-ci sualı görürsünüz. 5-ci sualı bunu digərlərinə gətirməyə çalışırsınız. Elə yazmaq lazımdır ki, məxrəcdəki ədədləri bir qanuna uyğunluq yaratsınlar uşaqlar. Bunları elə formada yazmaq lazımdır ki, bu ədədlər müəyyən bir qanuna uyğunluq yaratsın. Yəni 2 bölünsün 6'nı yazacağım 2 vur 3. 12'ni yazacağım 3 vur 4. 20'ni yazacağım 4 vur 5. Görürsünüz. 32'ni yazaram 5 vur 6. 42'ni yazaram 6 vur 7. Gördünüz nə qəşəngdir. Müəyyən bir qanuna uyğunluqla gedib 3-lə qutarıb 3-lə başlayıb, 4-lə qutarıb 4-lə başlayıb. Görürsünüz necə gözəl oldu. Yenə eyni qayda. 2'ni vuraram 7'yə. 1, 2, 3, 4, 5. 2'ni vuraram 5'e eləyəcək 10. Bu da eləyəcək 14'də 10. Aydındır. Sonra 42'ni vermişdim evə uşaqlar. Bu ədədlər arasında rahat sualdı da 18,2 ilə 26 tam 131 arasında neçə dənə tam ədəd var. Uşaqlar bunu saymağa başlayanda, tam ədədləri saymağa başlayanda hardan başlayacaqsınız? 19'dan başlayacaqsınız. Ta ki neçəyə qədər? 26'ya qədər. Düzdür. Yəni ki burada 19 da sayılacaq. 26 da sayıldığına görə nə götürüləcək burada? 26 çıxılsın 19, üstə gəlinsin 1. Bu da eləyəcək 8. Aydındır. Sonra bunu bitireyim. Aha, sonra 47 nömrəli tapşırıq vermişdim və demişdim ki, bu da müəyyən bir düstur əsasındadır. Bir düsturumuz var. O düsturu yazmıram. Çünki yazanda qarışacaqsınız, beyniniz qarışacaq. Amma yolun deyirəm. İxtisar olunmayan, siz də qeyd edirsiniz ki, ixtisar olunmayan, düzgün olmayan kəsrlərin düsturu. Necədir qayda? Sürəti 35 olan, ixtisar olunmayan, düzgün olmayan kəsrlərin sayı düsturu. Qayda belədir uşaqlar. Deməli, 35'i deyir vuruqlarına ayırırsınız. Tamam. Ayırdıq. Birinci qayda budur. Nədən ibarətdir? 5 ilə 7'də. Vuraq. Belə yazırsınız. 1 çıxılsın 1 bölünsün 5.
Vuraq 1 çıxılsın 1 bölünsün 7. Bu da bərabərdir 5 vurulsun 7 vuraq 5'də 4 vuraq 7'də 6. Bu 5 ilə bu 5, bu 7 ilə bu 7 gedir. 4 6'ya vuranda eləcə neçə? 24. Aydındır. Sonra baxın istəsəz sizin üçün buradakı yox əlavə bir misal deyə bilər. Məsəl üçün 120. Deyə bilər məxrəci 120 olan neçə dənə ixtisar olunmayan düzgün kəsir var. Belə də deyə bilər. Vuruqlarını ayırırsınız. Uşaqlar bu o deməkdir ki, kəsirin sürətinlə məxrəci qarşılıqlı sadə olsun. Yəni ixtisar olunmaması üçün nə olmalıdır? Kəsirin sürətlə məxrəci qarşılıqlı sadə olsun. Yadınızda saxlayın bunu. Yəni ixtisar olunmasın. Vuruqlarını ayırdım. Gördünüz? Ne güzel. Vuruqlarını ayırandan sonra bu 2'dən 3 dənə. Sonra 3'dən 1 dənə, 5'dən 1 dənə var. Görürsünüz. Vuraq, mötərəz açıram. 1 çıxılsın 2'də 1. Vuraq 1 çıxılsın 3'də 1. Vuraq 1 çıxılsın 5'də 1. Bərabərdir. 8 vur 3 vur 5. Vuraq 2'də 1. 3'də 2. 5'də 4. Aydındır. Sonra bu 3 ilə bu 3 gedir. Bu 5 ilə bu 5 gedir. Bu 8 ilə bu 2 gedir. Qalır burada 4. Görürsünüz 4'ü 2'ye vuranda 8, 8 də 4'e vuranda 32. Aydındır. Bunları geçen yazırsınız. 48 qalsın. Çünki 48'in arxası var. Və bunu gerek mən sizə izahım verəm. Çünki bu düsturdur. Bu geniş bir mövzudur. Çox qəşəng bir mövzudur. Onun izahını sizə ətraflı verəcəm. Dərslərinizə diqqətli qulaq asırsınız. Birinci videoya baxırsınız. Daha sonra tapşırığınızı yazın ki, yaza biləsiniz. Yaxşı oldu. Sağ olun. Gecəniz xeyrə qalsın.